ادامه صحبت در جدیدن نره در ارتباط با تملک حداقل یک باغخانه تاریخی در شبستر صحبت همیشه بین نده سخن محبت پیغام ناروز وارد şey دایرکت instada mənə göndərmişdiniz. Arz edim xidmətsə, bəli, mən طول bu 2 il yarımda neçə dəfələr məsul muhtərəm miras fərhəngi şəbistərə cəziz dostum idi. Mükərrər demişdim ki, ağa, şəbistərin bir zaman çoxlu تعدادda خانه تاریخی ارزشمندی var idi. ولی خب به هر حال ساخت و سازهای دهه 80 bunlar hamısı nabud oldular. İndi qalmıyıbdı. عملا میشه به تعداد انگشتان دست یا azتر موردimiz vardı ki بنای تاریخی ارزشمند که ثبت olunsun, حفاظت olunsun. Gəlin bunların həddəqəl bir dənəsin təməllük eləyin. Eyni hamı xanə səpehriyyət hay кейslərdə. Bir təbəqəsini özünüzə idarə eləyin ki, idarəz yoxdur. Burada, orada söz indi gəlmisiniz Şəhdardan məqbərənin در واقع 2 غرفəsini almısınız. Bir təbəqəsini özünüzə idarə eləyin. Bir təbəqəsini موزه مردم شناسی یا مورد مشابه عنوanda istifadə eləyin. Həyətində də bu səngهای tarihi ki var, müxtəlif yerlərdə pərakəndədirlər. Mən təbdil eləyim موزه səngهای tarixiyə. مشابه o ki Şirazda var və ayrı yerlərdə vardı. Və واقعیətdə də mən mükərrər نه فقط buradakı əzizlərə, bəlkə Tehranda, nümayişgahda, cəşvarədə, həmayişlərdə hər kəsi ki görmüşəm bunun lüzumen Havza Miras Fərhəngidə mənsub fəaliyyət eləyən əzizlərimizdendir. Hər kəsi ki görmüşəm bunun lüzumen təkid eləmişəm. واقعیətdə bu ittifaq gərək düşsün. متولی اصلی میراث فرهنگیده. متاسفانه شرایط وجود داره که وقتی به بنای تخریب olunur که دارای بیس ارزشی var bir de دوستداران میراث فرهنگی حالا مثلا gəldilər ta ki ilə şəhdarun başına ya sən niyə mücəvviz verdin ilan yeri təxrib eləsinlər. Ya cəryan həmmam danışmada gördünüz çoxlu adamlar şəhdariyə etiraz edir ki, sən niyə mücəvviz verdin, onun qabağında dükanlar cüllənsin, ya şuriyə etiraz elədilər, siz niyə müxalifət eləmədiniz, ya çox adam mənə həcmə gətdi دوستداران میراث فرهنگیdən ki, sən باستانشناس şurada ola niyə bu ittifaq düşdü? Mənim əzizlərim, baxın bir mütəvəlli əsli miras fərhəngidir. Odur ki, gərək gələr sahab dura. Və qüdrət onun əlindədir. İmkanatı vardır ki, bunda sahab dursun. Şinasayı eləsin, ثبت eləsin, təməllük eləsin یا حداقل təməllük eləyən bir növ maliklə bir təvafuqat انجام versin. Özünün pulu yoxdur, sərmayəgüzarı bəxş xüsusi gətirsin. Bir nə dایرکتdə çox adam soruşmuş ki, آیا بحث هزینه و فایدədə توضیحi vardı? Əvvələ bu cür əbniyyədə بحث هزینه و فایده اولویت دومdadır. Bir dənə bənayı tarixi bizim hüviyyətimizdir. Bizim əsalətimizdir, aba və zadımızın yadigarıdır. Onu hifz eləmək baxmaz buna ki, aya sərfi iqtisadisi vardır ya yoxdur. Dolayısıyla niyə yoxdur? Keşvəri مثل کشور همسایه, کشور ترکیه اگر görürük turisti də dərəmədi bizim nəftimizdən çoxdurdur. Dəqiqən elə bu rəvişlə tək be tək bənaهای tarixisini şinasایی eləyibdir, bunları ضبط eləyibdir, mərəmmət eləyibdir, ihya eləyibdir, bazəndə sazı eləyibdir. بخش خصوصی اختیارنده qoyubdur, müxtəlif karbərilərlə və onun tərqi ilə də o şəhərdə, o hətta o kənddə eləyə bilibdir bir növ cazibə yaratsın. بله مثلا همون حمام تاریخی دانشوری بعد از اتمام مرمت چنانچه با عنوان ابتدا رستوران سنت اوزا görəcəksiniz ki, با توجه به موقعیتی که وارد و چسبیده به بازار شبستر و با توجه به که o محدودیت bir ayrı قابل restoran yoxdur, çoxlu yoxça işləyəcəkdir və bəhs həzinə və faydədə görəcəksiniz ki, çoxlu hətta da bunun ittifaqən bərgəşdə sərmayəsi var. Və nəhayətdə budur ki, necə ki, qabaq gecələr edim və indi də ərz edirəm xidmətsə متولی اصلی وزارت میراث فرهنگی صنایع دستی گردشگریdir. Onun vəzifəsidir, şinasayı eləsin.
ve residigelasın sahab dursun ve buradan da şəhərdarlar, nə fəqət şəhərdarı şəbəkəsi, mabəqi şəhərdarlar əgər təməllük ediblər, əgər bir həzinə mərəmməti pərdاخت ediblər، مشابه گذشته شهرداری شبستر در ارتباط با حمام دانشوری حمام دوقلو، در ارتباط با محوطه سازی مقبره شیخ محمود انجام گرفته، در واقع بلا کمکی ده وظیفه اصلی داره بیدن نقش جنبه ده بجور فعالیت های به اصطلاح فرهنگی بخشی از بیدن بخش فرعی از فعالیت های شهردار رو اویی که وظیفه اصلی سده او وزارت میراث